SOCAR, Yaşad Fondu və Fövqəladə Hallar Nazirliyinin Akademiyasının birgə təşəbbüsü ilə maarifləndirmə tədbiri təşkil olunub. Tədbirdə şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının övladlarına fövqəladə hallar zamanı düzgün davranış qaydaları təlimləri keçirilib. Maarifləndirmə tədbirləri çərçivəsində gənclərə dəm qazı və qaz sızmaları ilə bağlı risklər barədə məlumat verilib. Həmçinin təhlükəsizlik prinsipləri ilə bağlı nəzəri bilgilər, eləcə də praktik təcrübə əsasında ətraflı maarifləndirmə tədrisi olunub. Bununla yanaşı, onlar qazdan və tüstüdən mühafizə trenajör kompleksində praktiki təcrübə keçiblər. Ümumi təlim zamanı iştirakçılar real vəziyyətlərdə düzgün qərar vermə və davranış bacarıqlarını inkişaf etdiriblər. Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər.